Salam aleykum değerli dostlar, hamınızı xoş gördük. Bu günlər Binə qəsəbəsində biz hardayıq? Ən maraqlı suallardan biri. Binə qəsəbəsi Məxməri çay evinin yaxınlığındayıq. Asfalt yolun düz üzərində gördüyünüz kimi marşrutların səsi gəlir. Dostlar, 4 sotun içində 200 kvadratlıq bağ evimiz təcili satılır. İstəyirsən bağ evi kimi nəzərdə tut, istəyirsən həyət evi kimi nəzərdə tut. Fərq eləmir çünki buna. Bağlı, bağçalı həyət evidir. Qiymətinə gəldikdirsə dostlar, paket kupça xüsusi mülkiyyət çıxarışla 140 mindən 130 minə salınıbdır. Real alıcıya dərhal mən sizə söz verirəm. Bizim ofisdən gələnlərə endirimdə eləyirəm. Gəlin bir dənə bura hələ. Gəlin bura. Evimizin həyətində 3 faza işığı, elektrik fazaları. Baxın bir dənə. Əsas məsələləri göstərirəm. Sonra keçəcək bağa baxcı, sonra da evə işləyək. Bura bağlıdır dostlar. Burada əlavə əldamı kimi su çəni, nə bilim, nə istəsən yığa biləcəyin belə bir mükəmməl bir yerdir. Evimizin həyətində reyhanından tutmuş pomidoruna qədər dostlar, baxın gözlə göstərirəm. Bax, pomidorlar da qızarıbdır. Pomidorundan tutmuş narına qədər, narından üzümünə qədər. Ofşimda meyvələrdən 3 meyvə var, 3'ü də balam yeməli. Burada hamısı var. 3'ü də var, hamısı da var. Gəlin bura. İsti yay gəldi. Dənizə getməyə ehtiyac yoxdur. Doldurursan qaqaş. Vallahi billah, uşağı atırsan bunun içinə. Biz özümüz hamamda da çimsək olar. Uşaq günün altında D vitamini alır. D vitamini. Yer buradan çıxandan sonra əncildən, üzümdən olur ləbləşuşa. Deməli, bax belə qəşəng ayaq şeyri də var. Evin üzünüz adını emulsiya zad eləmək istəsən polnu period. Amma bu evə Allah'ın olsun emulsiya yaraşmır. Denə niyə? Özü qaya kimidir, dağ kimidir. Bax, dağ. Evimizin sağ, sol, hər tərəf böyrünü rahat gəzmək olur dostlar. Sənət paket kupda təkrar, kələm də var burada, buna bak kələmi də var. Gəlin bura. Dəri, şəkəli, qaysı, kilas, alpa, üzümlər də ki, maşallah, əlhəmdülillah və ləhəvələ, quvvətə lillah billah. Buna baxın elə, salxımlar Allah'a andolsun, bu il üzüm ilidir, Qurana andolsun üzüm ilidir. Bu il üzümdən boldu da yani hər şey. İnandırım çok kışmalar ki üzüm yetişəndə çəkdi bura çəkərdi. Böyle özüm də dərərdim, yiyərdim. Pirəkənlərinə qədər üzümlər qalxır. Sən ki zannət bağıdır. Dostlar, buradan da bax, Aysun, Gəvra. Aha, Lavrora. Hər yerin Lavrorasını yoxluyuram mən. Görüm hələ bərəkət gətirir ya yox. Aha. Bəh. Naturalni Lavroradır. Özü də Bakinskidir. Deməli, bu da bizim Lavroramız. Həyətindən nar ağacı, alma, heyva, qoz, fındıq. Bu tərəf böyrünə rahat keçməyə yeri. Özü evin təməli var ha, təməli. Betondu, qırdı, kubikdir. Gəlin bura hələ. Evin ətrafı göstərəcəm. Manqalı var, kömürü də var. Gələnlərə burada pişirəcəyik. Bu betonu görürsünüz dostlar, beton, rigel. Gəlin bura. Ya Allah. Dostlar, gəlin bura. Xanımla da işləməyin bu xüsusiyyəti var ki, xanım biraz nazlıdır. Deməli, hər yerə qalxıb düşə bilmir da. Biz amma bizim yanımızda işləyən xanım maşallah qoçaqdır, bəy kimidir. Ora qalxır, ora düşür, ora qalxır. Gəlin bura inşallah. Evimizin pütümünütkası. Burada su qızdırıcısı. Üst tərəflər hamısı betondur ha. Beton rigel. Kassamıza qədər var. Görürsən içində pul var. Gəlin bura. Pul olsa denə nə satırdı denə. Hamısını şeyləyirdi. Lavroran düşdü. Mən də elə bildim pul tapdın ayaq. Gəlin bura. Aşağı mərtəbəsi gördüyünüz kimi dostlar. Otaqdır da, bildiyiniz otaq. Remont elə, gir içində yaşa. Özdə orta kəsmələr hamısı beton rigellərdir. Bunlar hamısı rigellərdir. Böyük rigellər. Allah'ın olsun Sovetin rigellərdir bunlar. Bunların içində olan armatur, bunların olan qüvvəsi, indi tökülən betonların heç birində yoxdur. Bax, bölsün deyirəm. Allah'ın olsun. Gəlin bura. Gəlin bura. Yəni bu keyfiyyəti o vaxt Rus düzəldirdi. Başqa cürə mümkün deyil. Gəlin bura. Yəni istəsən də o keyfiyyəti əmələ gətirə bilmirsən. Ya Allah'ın olsun.
Ay Ayşın buna bax hələ. Bəlkə bundan da götürək. Bəlkə bu da bərəkət gətirər. Meyvəsinin 3 dənəsini sənə verirəm. Belə qopardıram. O toxumudur Rövşən bəy. Olsun toxumu da. 3 dənəsini də mən götürürəm. Yetki bu qara rəngdə belə bir şey olur. Üzüm fason bir şey olur. Nəysə, daha doldurmuşuq zirzibillə. Gəlin bura. Dostlar, üzümlərə bax, üzümlərə. Burada balkonu var dostlar. Bura baxın hələ. Bəh. Balkon deyin sizə. Ayşəm xanım, yaxın gəlin. Həyat deyir bura. Allah hamd olsun. Söğüd ağacı bir dənə sərinlik bəxş eləyir ki. Bir dənə sərinlik verir, gəl görəsən. Burada nədirsə bilmirəm, buradan da balkonu belə qaldırıblar. Belə. O belə 3 mərtəbə bir şey eləyiblər. Buna siz nə eləmək olar? Tuvalet hamam salmaq olar, bax bura. Piləkənlə qalxdı, həyətdə bir dənə də levə. Mən deyim də oradan eləmək olar. Yay aylarında oranı setka ilə bağlayıb, yorğan döşəyə atıb gecə yatmaq olar. Bura vaxtıq da eləmək olar. Hə, buradan setka ilə bağla, gecə burada qəşəng yat. Bax, elə bir ki, Antalya'da bozmursan. Üzü göyə baxırsan, göyə baxanda evləri görmürsən axı. Göydə Antalya bodrumu xəyal edirsən. Gəlin bura. Yerdə də çınqıl daşlar zadları var. Gəlin keçək evin içinə. Bir dənə mobilində baxın dostlar. Baxın. Elə belə də öyle. Vaxtın ən bahalı şeylərini qoyubdu. Dostlar, Wi-Fi internet var, koridoru geniş, rahat bir dənə, belə super bir evdə. Yunus, gəlin bura. Evin bilsiz nə aurası var, köhnə Sovet evləri olur deyə belə Rus təbiətin belə iyisi var. Belə özünə məxsus tikilib deyən o auranı yaşayıram. Ay Ayşın, mən heç demirsən ki, düymələri səhv bağlamışsınız, buna baxın hələ. Evdən çıxandan görə necə çıxmışam mən. Biri belə, biri belə. Allahu Ekber. Nəysə, dəyərli izləyicilərim, bu videoda məni görmüş oldunuz. Gəlin bura. Neçə dəfələrlə olub, yanlışlıqla, nə bilim, şalvarım burası cırılıb xəbərim olmuyor, burası batıb xəbərim olmuyor. Bəzi şeylər açıq olub xəbərim olmuyor. Dostlar, baxın hələ, mükəmməl bir dənə mətbəx. Geniş şəkillə. Bir dənə buranın nəyi qalır? Allah haqqı, aboyunu vırıb kötüyəcək. Yeri də ki, yəqin istifa oldu da. Bir də ki, buranın pollarını vırıb verəcək. Ev sahibi tərəfindən pollar vırılıb veriləcək. Bax, istifa oldu elə. Hamısı istifa oldu dostlar, hamısı istifa oldu. Hamam tuvaleti duşa qabini nə qədər var? Bir dənə gözü göstərim Ayşın xanım, zəhmət olmasa. Bircə dəqiqə, bircə. Bir dənə buna baxın hələ. Adamı ləzzət edir bunu açanlı. Oğraş tindən açılır. Buna baxın hələ. Nə baba? Of, adamı həqiqi ləzzət edir bunu açmaq. Xoş gəlir da yəni, ləzzət edir. Dostlar, istifa oldu. Deməli, yataq otaqları, mətbəxi də istifa oldu. Otağı, zalı, geniş bir ev, 200 kvadrat. 4 sotun içində paket kupca, çıxarış xüsusi mülkiyyət. İpotekaya yararlı. Qiyməti 140 mindən 130 minə salmışıq. 135 də demir, amma 130-a. Real olacaq, yeni indirim eləyəcəm. Buyurun, zəng eləyin, ekrandakı əlaqə nömrələrindən gəlin.